Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de. Esselamu aleykum və rahmetullah və barakatuhu. Hörmətli müsəlman qardaş və bacılarım, əvvəlcə həm özümə, həm də hər birinizə Allah subhanahu ta'aladan ona yaraşan bir şəkildə qorxmağa nəsihət edirəm. Və həmçinin özümə xatırladıram və sizə xatırladıram ki, gəlin dini elmimizi, İslam'a aid elmimizi artırmağa çalışaq inşallah. Allahın izni ilə sizlərə bugün möhtərəm İslam alimlərinin hesabı olan Şeyx İbn Baza verilən bir sual haqqında sizinlə bərabər söhbət edək. Əqidədə cahilin üzürlü olub olmaması məsələsi. Yəni, İslam əqidədə cahilliyin üzürlü olub olmaması məsələsi. Belə izah edək, bir insan əqidə məsələsində, etiqad, inanc məsələsində cahildirsə, onun o cahilliyi onun üçün üzürlüdür ya üzürlü deyildir. Bu barədə möhtərəm şeyxə sual veriblər İbn Baza. Sual inşallah belə olur. Hörmətli şeyx, mən ərəbcədən tərcümə elədiyimə görə inşallah biraz gec oxunduğu üçün haqqınızı hal edin. Hörmətli şeyx, siz deməli əqidə işlərində cahilliyi üzürlü hesab edirsiniz ya etmirsiniz. Əqidə məsələsində, yəni etiqad məsələsində, əqidə məsələsində, inanc məsələsində cahilliyi, bilməməzliyi, elmsizliyi üzürlü hesab edirsiniz ya etmirsiniz. Bu işdə bizi aydınladın. Allah subhanahu ta'ala sizi xeyli mükafatlandırsın. Demək, Şeyx İbn Baza belə bir sual verirlər. Hörmətli şeyx, yəni əqidə məsələsində cahil olmağı siz üzürlü hesab edirsiniz ya üzürlü hesab etmirsiniz. Və bu barədə bizi aydınladın. Allah subhanahu ta'ala sizi xeyli mükafatlandırsın. Amin. Şeyx inşallah sualı belə cavablayır. Əqidə bütün işlərin ən əhəmiyyətlisidir, ən əsasıdır. Bütün işlərin ən əhəmiyyətlisi, ən əsası əqidədir. Və o ən vacib, ən əzəmətli işlərdən biri hesab olunur. Onun həqiqəti bundan ibarətdir ki, əqidənin həqiqəti
bundan ibarətdir ki, Allah subhanahu wa ta'alaya iman edəsən, Allah subhanahu wa ta'alanın mələklərinə iman edəsən, Allah subhanahu wa ta'alanın nazil etdiyi kitablara iman edəsən, Allah subhanahu wa ta'alanın göndərdiyi peyğəmbərlərə iman edəsən və axirət gününə iman edəsən və qədərin xeyrinə və şərrinə iman edəsən. Qədərin xeyrinə və şərrinə iman edəsən. Birinci, Allaha iman, Allah subhanahu ta'alanı haqq olaraq tək ibadətin Allaha məxsus olduğuna, ibadətə layiq olanın yalnız Allah subhanahu wa ta'ala olduğuna, iman etmək. Bu, şəhadətin ən əsas, ən böyük və ən birinci əsasıdır. Və bu, belə adlanır. Şəhadət ən la ilahə illallah, yəni şəhadət edirsən ki, Allahdan başqa ibadət olunan haqq məbud yoxdur. Sən bunu şahidlik etməklə, iman etməklə, qəlbində iman etməklə, dilinlə bunu deməklə, bunun şahidliyini bildirməklə sən artıq mömin sayılırsan. Çünki sən Allahdan başqa məbud, yəni Allahdan başqa haqq bir məbudun olmadığını bilirsən, əminsən. Tək ilahın, haqq ilahın Allah olduğunu qəbul edirsən və başqa məbudları inkar edirsən və həqiqətən də təsdiq edirsən ki, Allah subhanahu wa ta'aladan başqa ibadətə haqqı olan heç bir varlıq, heç bir şey yoxdur. Allah subhanahu wa ta'aladan başqa ibadətə haqqı olan heç bir varlıq, heç bir məbud yoxdur. Haqq məbud, haqq ilah ancaq Allah subhanahu ta'aladır. Bunu təsdiq edirsən və digər məbudları, digər batil ilahları rədd edərək bunu təsdiq edirsən. Və şahidlik edirsən ki, həqiqətən də Muhammed sallallahu aleyhi və səlləm həm insanlara, həm də cinlərə Allah subhanahu wa ta'ala tərəfindən peyğəmbər olaraq göndərilib. Yəni, Rasul, yəni Allahın vəhyini, kəlmələrini həm insanlara, həm də cinlərə çatdıran və insanların içərisindən Allah subhanahu ta'ala seçdiyi bir peyğəmbər, bir Muhammed sallallahu aleyhi ve sellem seçilmiş bir insan. Buna şahidlik edirsən və təsdiq edirsən ki,
O bütün peyğəmbərlərin sonuncusudur. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra qiyamətə qədər artıq heç bir peyğəmbər gəlməyəcək. Burada qeyd etmək lazımdır ki, İsa peyğəmbər əleyhissalam istisna olunur. Çünki bizim inancımıza görə İsa əleyhissalam Muhammed Peyğəmbər sallamdan əvvəl peyğəmbərliklə vəzifələndirilmişdir. Lakin Allah subhanahu taala onu öz yanına çəkmişdir və qiyamətə yaxın inşallah o gələcəkdir. Ancaq Muhammed Peyğəmbər sallamdan sonra özünə vəhiy gələn, özünə ayə nazil olunan heç bir peyğəmbər yoxdur. Və Muhammed Peyğəmbər sallam son elçidir, son peyğəmbərdir və Muhammed Peyğəmbər sallamdan sonra qiyamətə qədər özünə vəhiy nazil olunan, özünə Allah subhanahu taalanın kitabı nazil olunan heç bir peyğəmbər gəlməyəcək və bu yoxdur. Çünki Allah subhanahu taala bu barədə bizə xəbər vermişdir. Sən bunu təsdiq edirsən ki, Muhammed Peyğəmbər sallam peyğəmbərlərin sonuncusudur. Peyğəmbərlərin xətmidir, yəni ən axırıncısıdır. Əleyhissalam, hamısına salam olsun. Və bunu təsdiq edərək inanırsan ki, həmçinin Peyğəmbər sallam həm insanlara, həm cinlərə peyğəmbər olaraq göndərilib, həmçinin eyni zamanda həm qadınlara, həm də kişilərə peyğəmbər olaraq göndərilmişdir. Hər bir insana, qiyamət gününə qədər yer üzərinə gələn hər bir insana peyğəmbər olaraq göndərilmişdir. Və bu dinin əsasıdır, əslidir. Necə ki, imanın digər şöbələri yəni vacibdir ki, biz onu iman edək ki, Allah subhanahu taala o peyğəmbər vasitəsilə qiyamətə qədər gələcək, olacaq, baş verəcək hadisələri bizə xəbər vermişdir. Və cənnəti və cəhənnəmin haqq olduğuna inanmaq və hesab gününə, cəza gününə, mükafat gününə inanmaq, səhifələrin paylanmasına inanmaq, qiyamət günü hər kəsin öz səhifəsi özünə veriləcək, buna inanmaq və yaxşı əməl sahiblərinin kitablarının, səhifələrinin sağ tərəfindən verilməsinə inanmaq, günah sahiblərinin, pis əməl sahiblərinin kitabının, səhifələrinin sol tərəfindən verilməsinə inanmaq və qiyamət günü tərəziyə inanmaq, əməllərin çəkilməsinə inanmaq və bundan başqa Qur'an-ı Kərim ayələrində və Peyğəmbər sallallahu hədislərində bizə gələn, bizə çatan bütün xəbərlərin hamısını təsdiq etmək, iman etmək və qəbul etmək. Və bu əqidənin, inanmağın, etiqadın əsasıdır.
cahillik bu məsələdə üzr sayılmır. Cahil olan hər bir kəsə vacibdir ki, bu işi öyrənsin. Yəni, Allahı tanımağın yollarını öyrənsin. Və öyrəndikdən sonra bunu öyrənmək üçün səbr etsin və bunu nə etsin? Bunlara əməl etsin. Onun mən bilmirəm sözü yaxud mən bu məsələdən cahiləm sözü nədir? Üzürlü deyildir. Yəni, onun, bilməyən bir insanın qiyamət günü Allah Subhanahu taalanın huzuruna çıxdıqda, mən bu məsələdən xəbərsiz idim, bilmirdim deməsi nədir? Onun üçün üzürlü deyildir. Yəni, İbn Baz belə deyir. İbn Baz belə deyir. Çünki o müsəlmanların arasında yaşayan bir insandırsa, o cahil, yəni o bilməməzliyini üzürlü hesab edən cahil, müsəlmanların arasında yaşayan bir insandırsa və o artıq Allahın kitab nazil etməsindən xəbəri var. Peyğəmbər s.ə.v-in göndərilməsindən xəbəri var. Və bu barədə danışılanda eşidir. Yəni, o insan qafil adlandırılır, cahil adlandırılır, onun üçün ki, bu böyük işə tərəf addım atmır. Yəni, daha doğrusu, o insan qafil, yəni Allaha tərəf elmini artırmayan, Allahın göndərdiyi şəriətə tərəf, dinə tərəf, əqidəsini, imanını, elmini artırmayan insan necə bir insandır? Qafilətdə olan bir insandır və cahil bir insandır. Bu böyük işdən ötürü ki, bunları əhəmiyyətini hesab etmir və o üzürlü sayılmır. Necə ki, Allah Subhanahu taala buyurur ki, Əm təhsəbu ənə əksəruhum yəsməunə o yəqilun inhum illə kəl-anam bəlhumu adallu səbilə. Deməli, Furqan surəsinin 44-cü ayəsi. Allah Subhanahu taala Furqan surəsinin 44-cü ayəsində buyurur ki, yoxsa sən elə güman edirsən ki, onların əksəriyyəti sən deyən sözü eşidəcək və ya ağıllı başlı fikirləşəcək, dərk edəcəklər. Onlar heyvan kimidirlər, bəlkə də ondan daha çox zəlavətdədirlər. Heyvan heyvanlığı ilə öz mənfəətini bilib, ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar. Furqan surəsinin 44-cü ayəsində Allah Subhanahu taala özlərini cahil yerinə qoyanları heyvandan da aşağı dərəcəyə gətirmişdir.
Allah Subhanahu Teala başka bir ayette buyurur ki: وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنسِ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ. Allah Subhanahu Teala buyurur ki, biz yine Araf suresinin 179. ayəsində buyurur ki, biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır. Lakin o qəlblərlə Allahın birliyini, təhliyini, şəriki olmamasını və s. Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc vəzifələrini anlamazlar, dərk etməzlər. Onların gözləri vardır, lakin o gözlərlə görməzlər. Onların qulaqları vardır, lakin o qulaqlarla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır. Allah Subhanahu Teala bu misallardan daha doğrusu Allah Subhanahu Teala bu misalların birində də, bu ayələrin birində bizə bildirir ki, diqqətlə ayəyə baxın. Allah Subhanahu Teala bildirir ki, Allah insanların bir qismini doğru yola yönəltdi. Onların bir qismi isə haqq yoldan azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirdilər. Elə hesab edirdilər ki, doğru yoldadılar. Belə fikirləşirdilər. Və buna bənzər ayələr Quran-ı Kərimdə çoxdur. Bu qeyd etdiyimiz ayələr və buna bənzər ayələr bizə onu bildirir ki, yəni cahil olmaq, əqidədə cahil olmaq üzürlü deyildir. Allah Subhanahu Teala yəni o cahil olanların özlərinə zülm etmələrini, cahilliklərini, bəhanələrini, qəflətdə qalmalarını, heç bir, yəni bu kimi məsələləri onlardan, yəni üzürlərini onlardan qəbul etməyəcək. Amma kim ki müsəlman ölkələrindən başqa bir ölkələrdə yaşayır ki, yəni o ölkələrdə İslam yoxdur, müsəlmanlar yoxdur və orada Quran-ı Kərim tanınmır, Peyğəmbər sallallahu hədisləri tanınmır. Bu kimi yerlərdə yaşayanlar məzurdurlar, yəni üzürlü hesab olunurlar. Bunların hökmü, bunlar barədə hökm verəndə onlar fitrətlə hökm verilir.
və bu fitrət üzərə dünyadan köçürlər. Sonra Allah Subhanahu taala qiyamət günü onlar üçün ayrıca bir imtahan edir. Kim cavab versə Allah Subhanahu taalanın imtahanında, qiyamət günü olan imtahanında cavab verib itaat etsə, deməli Allahın əmrlərinə cavab verib itaat etsə, o cənnətə daxil olur. Kim asilik etsə, o cəhənnəmə daxil olacaq. Allah cəhənnəmdən bizi qorusun. Buna misal olaraq deməli artıq əmmə məsəil əlləti qad təxfə yəni buna misal olaraq demək olar ki bəzi insanlar məsəl üçün bəzi hökmlərlə məsələn namaz, zəkat vermək, həccə getmək və s. kimi hökmlərlə üzürlü görülə bilərlər. Ancaq hər bir möminə vacibdir ki, din elmini öyrənsin. Və din elmini öyrənmək üçün də din elminin öz əhli var. Öz sahibləri var. Öz oxuyanları var. Din elmini onlardan öyrənsin. Necə ki, bu barədə ayə var. Allah Subhanahu taala buyurur ki: "Fəs'əlu əhləz-zikr in kuntum la ta'lamun." Əgər siz bilmirsinizsə, onda zikr əhlindən soruşun. Yəni, bilənlərdən soruşun. Həmçinin bu barədə Peyğəmbər sallallahu gələn bəzi hədislər vardır. O hədislərin birində buyurulur ki, əgər bilmirsinizsə, siz soruşmalı deyildinizmi? Həqiqətən də, yəni hər bir soruşan bilər. Təxminən bu mənaya gəlir. Hələ səlu. Soruş. Yəni, deyir ki, əgər bilmirsinizsə soruşun, bilmirsinizsə sual verin. Həqiqətən də, yəni, cahilliyin şəfası, bilməməzliyin şəfası sual verməkdədir. Yəni, Peyğəmbər sallallahu deyir ki, əgər bilmirsinizsə soruşun, bilmirsinizsə soruşun. Çünki bilməməzliyin, cahilliyin şəfası sual verməkdədir. Və qal aleyhissalatu vesselam və həmçinin Peyğəmbər sallallahu buyurur ki, mən yuridillahu bihi xeyrən
Yufakkihu fiddin. Kim Allah Subhanahu taala kimə xeyir vermək istəsə, kimin üçünsə xeyir istəsə, onu dində fəqih edər. Bilikli, elmli edər. Allah Subhanahu taala bizi İslam dinində bilikli, elmli şəxslərdən etsin. Amin. Və həmçinin hər bir kişiyə və hər bir qadına vacibdir ki, daha doğrusu hər bir müsəlman kişi və hər bir müsəlman qadına vacibdir ki, dində fəqih olsun. Yəni dini elmini artırmağa cəhd eləsin. Dini elmini artırmağa cəhd eləsin. Hər hansısa bir məsələdə ona çətin gələn və ya müşkül olan, onun üçün qaranlıq olan bir məsələni, onun üçün bilmədiyi, cahil qaldığı bir məsələni, yəni dində fəqih olan, dini elmi olan kəslərdən soruşsun. Demək, hər bir müsəlman kişi və hər bir müsəlman qadın dində fəqih olmalıdır, bilikli, elmli olmalıdır. Əgər hər hansısa bir məsələdə, dini bir məsələdə o bir müşkülə düşərsə, hər hansısa bir dini məsələni bilməzsə, onda o barədə dini bilən, dində fəqih olan bir kəsə müraciət etsin ki, tam o cahillik ondan geçsin. Çünki sual vermək cahilliyə aparır. Və sual vermək cahilliyə aparır və həmçinin sual vermək eyni zamanda arazı, yəni çətinliyi və həmçinin qəfləti aparır. Həqiqətən də onlar Allah Subhanahu taalaya ibadət etmək üçün yaradılıblar və Allah Subhanahu taalaya itaat etmək üçün və onun göndərdiyi Peyğəmbər sallallahu itaat etmək üçün yaradılıblar və bunu da, yəni Allah Subhanahu taalaya və onun göndərdiyi Rəsulu, elçisi Muhammed sallallahu əleyhi və səlləmə itaat etməyin də yolu ancaq elmlə olur. Elmlə, bilə-bilə, cahilcəsinə yox. Yəni, bilib sonra əməl etmək. Hansı məsələni bilmirsən, elhamdülillah. Elm əhli var. Allah Subhanahu taala bir nemət kimi bu elm əhlini bizə bəxş edib. Yəni, biz o məsələni, o elm əhlindən soruşmalıyıq. Ki, tam o cahillik bizdən geçsin. Tam o qəflət bizdən geçsin. Ki, biz yalnız tək Allaha ibadət edək və Allah Subhanahu taalanın bizə göndərdiyi dinində fəqih olaq. Yəni, elm almadan bu din yolunu tutmaq qeyri-mümkündür. Və mümkün olsa belə, yəni, o çox davam edə bilmir. Ona görə də, yəni, Allah Subhanahu taala bizim ölkəmizdə olan elm sahiblərinin sayını artırsın. Allah Subhanahu taala Allaha dəvət edən elm əhlinin dəvətinə xeyir, bərəkət bəxş etsin. Allah Subhanahu taala İslamın yayılması və cəmiyyətimiz tərəfindən yaşanması üçün bizim xalqımızı, bizim cəmaatımızı İslama dəvət etməkdə bizlərə
kömək olsun. Amin. Din elmini öyrənməkdə, din elmini öyrəndikcə, demək, insandan qəflət gedir və bəzi problemləri ondan gedir. Və həmçinin bundan başqa hər bir müsəlmanı elm tələb etmək də vacibdir. Və bunda heç bir şübhə yoxdur ki, sual verən insan, yəni dini məsələdə biliyi olmayan bir sual verən bir insan, cahillik ondan gedənə qədər sualını verməlidir. Ki, tam dini məsələlərdə onun qaranlıq qaldığı nöqtələr, qaranlıq qaldığı yerlər onun üçün aydınlığa qovuşsun. Allah Subhanahu taala bizi İslam dilində fəqih etsin. Allah Subhanahu taala bizdə olan arazı, çətinliyi, cahilliyi bizdən aparsın. Allah Subhanahu taala İslamın yayılmasında cəmiyyətimiz tərəfindən, xalqımız tərəfindən İslamın yaşanmasında, insanlarımızı, cəmiyyətimizi İslama dəvət etməkdə hər birimizə kömək olsun. Amin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.